Öz gözünün boğazını kəsmişdi, pəncərə örtülmüşdü, ki səs kəsilsin. 16 dənə falan bıçaq zərbəsi yetiriblər. Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb. İlkin ehtimallara görə 39 yaşlı Pərişan Süleymanova və 30 yaşlı Nuranə İskəndərli qətlə yetirilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Daha ətraflı təfərrüatları öyrənməyə çalışacağıq. Belə bir ay idi köçmüşdülər, tam tanımıram da, yəni kiraya qalırdılar. Səhər saat artıq 8-də zat radələrində səs-küy çıxıb, sonra pəncərə örtülmüşdü ki, səs kəsilsin. Ölən o birisi xanımın uşaqları gələndə məlum oldu ki, içəridə anaları rəhmətə gedib. Sonra polislər falan. Biri öz həyat yoldaşı idi, bir də ölənin xalası qızı, iki xala qızı oldular. Öz gözünün boğazını kəsmişdi, bəli. Yox, görməmişəm. Bir ayda o deyirəm ki, bir ayda olar bura köçüblər. Bəlkə də 5 gün yeri, 5 gün yeri olar da. Amma o oğlanın da mən üzünü görməmişdim burada. Xanım heç görməyib, xanım yazıb bütün günü evdə olan adam olub. Çölə çıxıb eləmirdi. Sağlaşmaza da olub orada, evin içində baş verib hadisə. Bizə elə gəldi, çatdı xəbər. Qızın birində neçə 16 dənə falan bıçaq zərbəsi yetiriblər. O birisində başını kəsiblər, elə eşitdik. Yəni Biz aşağıda qalan belə qonşu yox, bizdən bir hadisəni elə bizə də deyiblər, elə danışdığı kimi. Qonşular falan, polis saat gəldi. Kiraya qalmışlar deyilənə görə. Təzə köçüblər bura. Biz elə bilirdik, belə çox görmürdük elə onları. Valla 6-cı gün səhər idi. Bazardan gəldim, gördüm orada hamı yığılıb. Mən də hamı kimi, bir qonşu kimi baxdım. Amma bilmədim ki, nədir, kimdir, nəçidir. Bizim məhəllədən demək olar ki, yəni eyni bir məhəllədir. Heç nə, iki xala qızıdır, öldürüblər. Bilmirdim. Biz daha soruşduq, dedilər ki, bəs bilinmirdi, hələ kim öldürüb. Biz özümüz də təəccübləndik, biraz da belə pis olduq, məyus olduq. Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirildi ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq istintaq işləri aparılır. Aprelin 11-də Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İskəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istinaq aparılır.